Yəqin ki, buranı tanıdınız. Abbasqulu Bakkanov küçəsi, üzü gedir inşaatçılara tərəf. Burada İqtisad Universitetinin 3-cü korpusu yerləşir. Biz buradan düşürük körpünün altına. Köhnə avtovağzal dairəsi. Yəqin ki, xatırlayırsınız, tanıyırsınız. Hansı ki, sol tərəfdən Tiblis prospekti gəlir birləşir. Üzü düşür Nizami metrosuna tərəf. Burada bir anlaşılmaz bir məqam var. Onu sizin nəzərinizə çatdırmaq istəyirəm. Buradan məcburi sağa nişanı qoyulub, yol vermək şərti ilə sağa dönməliyik. Bu hissədə 1.13 nişanlama xətti də var. 2 dəfə tətbiq oldu. Burada deyir ki, yol ver, nizamlanmayan piyada keçidi var. Və buradan sağa yan alırıq. Bir dənə də 1.13 nişanlama xətti var və sarı tor çəkilir. Bu sarı tor nədir? Bəzi sürücülər oradan daxil olub dönür sağa 40 manat cərimə kütləvi şəkildə dönənlər var. İndi video qoyacağım, görəcəksiniz ki, bax o 1.11 nişanlama xəttindən gəlirlər, həm o xətt kəsirlər, həm də 1.11-in düz tərəfindən. Niyə? Bu sarı tordan qorxurlar. Çoxları deyir ki, bu sarı tor çəkilsə, yəqin bura girməyə qadağan edirlər. Bura girmək olmaz, bəs hardan keçək? Oradan keçirlər, dönürlər sağa. Bu sarı toru ona görə çəkiblər ki, sürücü. Buradan sağa dönəndə avtobus zolağı ilə yolların kəsişmə hissəsidir. Bəzi sürücülər gəlir, girir, dayanır buradan, soldan gələn axını buraxıb, sonra dairəyə daxil olub qoşulurlar. Bu sarı toru çəkiblər ki, sürücü. O sarı torda gözləmə. Biraz arxada gözlə. Çünki avtobusların hərəkət intervalı pozulmasın. Yəni, bura avtobus zolağıdır deyə. Burada gözləmə. Sən biraz arxada gözlə. İntensivlik azalsa buranı keç. Yəni, gözləmə deyə bu sarı tor çəkilir. Bunun üstündə hərəkət qadağan deyil. Tıxac zamanı dayanmaq, yol verəndə dayanmaq. Bunlar qadağan. Ona görə sarı tor çəkilir. Bunun üstündən keçmək qadağası yoxdur ki, siz oradan kəsib keçirsiniz və cərimə ödəmək bahasına başa gəlir bu hissə. Və burada sizə nə izah edirəm? Yerdən Abbasqulu Bakkanov küçəsinə qayıtmaq istəsək, indi bax, buradan daxil olub dairəyə, təxminən bir 4-cü, 5-ci çıxışdan gəlib, o yeri görürsünüz. O zolaq işarələri, hansı ki, qara, Hyundai dayanan yer. Oradan ancaq bir zolaqdan dönən yerə girə bilərsən. Yenidən bu yola qayıtmaq üçün mütləq dairənin ən sağ zolağın. Görə biz oranı tapa biləcəyik. Yol verdikdən sonra dairənin o işarələnmiş zolaq, yəni 1.7 ilə şidurları ayrılmış zolaqdan daxil ola bilər. Sən digər zolaqlarla gəlib ora girsən 40 manat cərimələnəcəksən. Gəlin də görək biz oraya çıxışı necə tapırıq. Buradan çıxır birinci Cəfər Cabbarlı. Yəni bu çıxışları da sayaq. Bəzi sürücülər ümumiyyətlə yolları sayırlar. Məsələn, bizə deyir ki, 6-cı çıxışdan çıx. Biz indi gəl sayaq görək o neçənci çıxışdır. Bax, çıxış biri, dairədən bir çıxış bu. Cəfər Cabbarlı küçəsi olmalıdır. Üzü gedir Nizami metrosu, Nizami parka tərəf. İndi biz yolu keçək digər tərəfə, buradan çıxışları sayaq. Nizamlanmayan piyada keçidini keçəndə bir özümüzü sürücülərə göstərmək lazımdır və çalışıb kütləyə qoşulub, kütlə ilə bir yerdə keçmək daha yaxşı. Tək-tək keçmək